Sizə o fərdi müraciətdə kömək edə bilirsinizmi? Məsələn, toyun vaxtını, tutaq ki, ailə danışmanlığı da eləyirsiniz də, tutaq ki, Bəli. oğlan da qız da onların rəqəmlərini hesablayıb, numeroloji analiz eləyəndən sonra, tutaq ki, deyirsiniz, onlar planlaşdırıb avqustda, siz deyirsiniz ki, məsələn, sentyabr daha yaxşıdır. Mən istəyərdim, məndən çox soruşurlar. Ən çox gənclərimiz, tələbə olanlar o gün də soruşurdular ki, bəs onu astrolojin bildik, numeroloji da olur, dedim, əlbəttə olur. Yəqin ki, olur. Əlbəttə var. Yəni orada biz ən çox deməli ilin enerjisinə baxırıq. Əgər bir qızın və yaxud da ki, bir oğlan evlənmək istəyirlər, ilin enerjisi 9-dursa, məsləhət görmürük. Deyirik, heç olmasa gözlə, nə qalıb ki, artıq elə bil ki, sentyabrdan biz o biri enerjiyə keçirik. Yəni, o tam keçməsək də, məsəl üçün, artıq sentyabr, oktyabr ayında birin enerjisi həmin adama gəlir. Çünki 9-dan sonra bir gəlir axı. Həmən heç olmasa deyirəm ki, gözləyin, ya gözləyə bilmirlərsə, heç olmasa onda baxıram ayın enerjisinə. Yəni, heç olmasa ayın enerjisi 1 olsun, 3 olsun, 8 olsun, yəni, bax, belə-belə... Valideynlər müdaxilə edir də, bunlar deyir, bizlik deyil. Məsələn, o 9-un enerjisində illaha evlənməlidirlərsə, onda da heç olmasa ayın enerjisinə baxırıq. O da olmasa günün enerjisinə baxırıq. Əslində günün enerjisi də hesablanır. Yəni, bu adam profesional bir dəstək almaq istəyirsə, onların hamısını hesablayır. Uğurlu toy gününü təyin edə bilərsiniz. Uğurlu, əlbəttə ki, onun... Toyu nə vaxt deyim, hansı gün eləyir? Bəli. Bax, gənclərimiz bunu yadında salır. Bir şey də deyim, bax, sizin hansısa verilişdə, indi çox verilişimiz gedir. Məncə ondan çox gedir. Deyir ki, məsələn, Kamala xanım deyir ki, bu ərəfədə, məsələn, tutaq ki, indi noyabr ayıdır. Noyabrda bu işi yox, bu işi görmək lazım. Biz səhvən tutaq ki, mən iş tapmalıyam, amma gedib evlə məşğul oluram. Sən demə, bu ayda mən işimlə məşğul olmalıyam. Çünki evlə məşğul olub, vaxtım gedir, alınmır. Və deyir, bizə o kömək eləyə bilər və məsələn, deyir, müraciət eləyək bizə, tutaq ki, 2026-cı ilin kodumuzu verək, nə lazım deyək, bizə yanvarda mən əsas hansı işimin dalınca düşür. Maraqlı sual. Elə aylar var, ola bilər, bu müalicə ilə məşğul olsun, tutaq ki, səhhətində problem var. Yəni, o şeylərdə kömək eləmək olar mı? Biraz da izahlı deyin ki, indi mən tam sizin kimi deyə bilmirəm də. Mən onsuz da izah eləyəndə kökdən izah eləməyə xoşlayıram. Bax, məsəl üçün, mən bu noyabrdan danışmaq üçün, tutaq ki, noyabr ayında nə var, nə yox, nədir? Bunu mən ümumidən başqa, ümumi də deyəcəm. Amma hər bir insanın noyabr ayında, məsəl üçün, onun ayının enerjisi, həmən noyabr ayı o hansı enerjidədir. Biz onu hesablayıb əgər baxarıqsa ki, məsələn, biri başqa bir iş görməlidir, başqası bir başqa bir iş görməlidir. Mən ondan danışıram ki, noyabr ayların enerjisi, necə ki biz illərin enerjisini hesabladıq ki, o artıq bilirlər, tamaşaçılar, izləyicilər ki, məsələn, ilimizin enerjisini necə hesablayırdıq? Doğum günü, doğum ayı, bir də üstünə gəlirdik bütün bu, yəni dünyanın enerjisinin, yəni 9 idi, onu biz öyrətmişdik ki, bax belə hesablayın. İndi isə, məsələn, bir ayın enerjisini necə hesablamaq lazımdır, onu öyrədəcəm. Ondan əvvəl onu deyim ki, siz 2026 dediniz. 2026 bir enerjisi olacaq. Artıq bunu bilirlər. 9-dan sonra bir gələcək. Gözəl olacaq. Gözəl olacaq. Baxır kimə də. Yəni mən üzr istəyirəm. Bax siz dediniz, onlar niyə mən o sual verdi? Siz dediniz ki, numeroloji analiz, xəritə bircə dəfə hazırlanır. Bəli. Məsələn, siz xəritəsini hazırlamışsınız bir nə bilim Aynur xanımın. O hər il istəyəcək ki, sizdən, məsələn, 2026 dedim, 2027-də yetişəndə deyəcək ki, Kamala xanım, mən də bu ay deyin. Ola bilər. O proqnozdur da, yəni istiqamətli proqnozdur. Yəni, əziz izləyicilər, yəqin ki, anladınız nə demək istədiyim. Nömrə də gedir, zəng eləyib, bax, o əsas odur. Bax, elə adam var, deyir, mən, məsələn, ev almaq istəyirəm, bilməm nə vaxt, mən nə vaxt alınır. Çünki 4 aydır, 5 aydır cəhd eləyir, alınır, deməli də vaxtı deyir. Bunu dedim ki, Kamala xanım buradadır. Uşaq planlamaq istəyənlər var, o aylar var orada. Məsəl üçün, bəli, belə bir, bu yaxında müraciət edib bir xanım mənə.
ki məsələn 2026 və 2027 ikisi birdən ki, hansı ayda mən nə etsəm daha yaxşı Gözəl. olar. Ən yaxşı Çünki odur onun bəli, əslində. Hə. onun məsəl üçün bir məsələn pula görə nəsə bir işi var ki, iş göstərsə bir də uşaq dünyaya gətirmək üçün. Bunlar da hamısı yəni hesablanır. Mən demirəm öngörü edirik. Bu öngörü deyil. Yəni istiqamət Şanslı verirəm ki, vaxtlar deyək çünki də. mən demirəm ki, orada məsəl üçün səndə tutaq ki, aprel ayında filan şey olacaq. Deyirəm ki, bax məsəl üçün aprel ayı səndə 7 enerjisidir məsələn. Çalış, inkişaf elə, təkamül elə, dualar Doğrudur, elə, bəli. bax bunu elə, onu elə. Bax budur. Burada yəni o insanı ancaq və ancaq doğru yola aparan bir şeylərdir. Və yaxud 4 enerjisində də deyirəm sağlığa bax ha. Məsəl üçün adicə bir soyuq dəymədən sənə aslajan, yəni necə deyim, Soyuq dəymə, virus və s. Hə. bəli, oradan sən yəni daha çox güclü yəni xəstələnə bilərsən ondan ki, yəni fikir verməlisən və yaxud da idmanla məşğul ol. Tutaq ki, elə rəqəmlər var ki, onlar artıq deməlisən. Amma öncə ondan başlayım ki, 2026-da bir enerjisində olacağıq. Yəni hər şey yenilənəcək, hər şey sıfırlanacaq. Sıfırlanma artıq burada, yəni bu 9-da baş verməlidir ki, o ən gözəl şəkildə biz sıfırlamalıyıq ki, artıq birin enerjisinə necə keçək, təmiz keçək, Onun gözəl xüsusi keçək. buraxılışımız olacaq. Gələn ilin rəqəmi ilə bağlı, ümumiyyətlə gələn illə bağlı ilin axırının dekabra. Ümumi danışıram mən hələ ki. O 2026-nın o bir enerjisinə keçmək istəyənlər, yəni uğurla keçmək istəyənlər, bu axırıncı 3 ay var ha. Oktyabr, noyabr, dekabr. Bu 3 ay. Baxın, oktyabr 1, noyabr 2, 2-dir də noyabr. Dekabr. Dekabrda 3. 1, 2, 3 nə idi? Bizdə təkamüldə bünövrə idi. O bünövrəni nə edəcəyik? Biz onu tamamlamalıyıq ki, burada o bünövrəni, həmən təkamülü nə etmişik? Bu 9 enerjisində nələr eləmişik? Hədiyyə alan alıb, cəza alan alıb. Çünki 9 elə bir rəqəmdir ki, orada əgər sən 9-un enerjisindəsənsə, ya hədiyyəni alacaqsan, əgər pozitiv yaşamısansa, ya da ki, oradan bir cəza deməyəm də, bədəl ödəmək, yəni bəli, neqativdə olmusansa, tamamlayıb bu 3 ayı normal tamamlayıb, yəni gözəl şəkildə tamamlayıb o tərəfdən 1-ə keçəriksə, onda nə olar? Əlbəttə ki, o biri artıq gözəl yaşamağa başlayarıq. Yəni onun neqativində yox, pozitivində olaraq bu mənim ümumi bir yəni təbii ki, ümumi yanaşmadır. Xaricə getməyə, yaşayış yerini dəyişməyə də yardımçılıq edirsiniz. Əlbəttə. Kimsə indidən, tutaq ki, noyabr ayında deyir, mən tutaq ki, aprel ayında, may ayında istəyirəm köçəm. Ölkəni dəyişəm. Ya da başqa rayona köçəm, Bakının başqa yerinə köçəm. O köç ərəfəsi də göstərilirmi? Yenə deyirəm, gün enerjisi də var. Hətta bir adam indi bu ayın içindədir. O ayın içində indi 2 dənə, 3 dənə gün enerjisi var da. Bir günün məsələn pulun enerjisi, o köç siz dediyiniz kimi enerji, sağlıq enerjisi, cürbəcür enerjilər var da o şeyə görə, rəqəmlərə görə. Onun mən heç olmasa, onun ili düz gəlməsə də o ayın içində məcburdur bu adam da, onsuz da köçür. Mən onu hesablayıb 5 enerjisinə salıram ki, həmən o 5 enerjisi möhtəşəm bir enerjidir. Yəni dəyişiklik, dönüşük, köçmək. Yəni o zaman heç olmasa o günün enerjisindən çox istifadə köməkdir. edir. Əslində insanlara çox kömək.